Salam, bugün mən sizə növbəti video dərsimizdə demək Yapon dil ailələri, dil qrupları və onlara daxil olan xalqlar haqqında məlumat verəcəyəm. Növbəti video dərsimizdə Yapon dil ailəsinə daxil olan xalq, yəni Yaponlar haqqında məlumat verək. Yaponlar Yaponiya əhalisinin 98%-nin çoxunu təşkil edir. Yapon dilində danışırlar. Burada məşhurları, şəkilləri qeyd olunmuşdur. Və dünya üzrə yayıldığı ölkələr, yəni yaşadıkları ölkələr və oradakı Yaponların sayı burada qeyd olunmuşdur. 130 milyon nəfərdilər. Dilləri demək Yapon dilidir, dini Şintoizm, Buddizm dinləridir və dünyada sayları 130 milyon nəfər təşkil edir. Bundan 127 milyonu Yaponiya, 1,2 milyonu ABŞ, Kaliforniya və Havay adaları, 1,5 milyonu Braziliya, 99 milyonu demək Kanadada yaşayır. Yaponlar Avropa, Asiya və Avstraliya, Amerika ölkələrində də belə yaşayırlar. Və Yaponların böyük əksəriyyəti Yaponiya ərazisində yayılmışdır. Dövlətin keçmiş adı Yaponiya İmperiyası demək olmuşdur və Yapon dilindən hərfin mənası Böyük Yaponiya adlanır. İlk qədim dövləti Yamatodur. Və burada milli demək geyimləri qeyd olunmuşdur. Və bir şey qeyd etmək olar. Yaponların ənənəvi yaşayış evləri şəbəkə ilə inşa edilən 1 və ya 2 mərtəbəli evlər olmuşdur və divarları çərçivələrlə örtülürdür.